Salam, bu mənəm Alagöz. Cadu eləyirmiş kimi görünsəm də, əslində praktik psixoloqam. Səhifəmdəki paylaşımlarımla insanlarda psixoloji fərqindəlik yaratmağa çalışıram. Bəs nədir psixologiya? Obyektiv aləmin subyektiv inikası. Obyektiv aləm var olan hər şeydir. Subyektiv inikas isə bu var olan hər şeyin bizim zehnimizdə necə əks olunmasıdır. Yəni, var olan reallıq hamımızda eyni cür əks olunmur. Yaradılan hər şey nə qədər bir-birinə bənzəsə də, yenə də bənzərsiz və unikaldır. Bizim genetik kodlarımız, böyüdüyümüz mühit, qurduğumuz münasibətlər bizi biz eləyir. Var olan hər bir şeydə bizdə müxtəlif duyğular yaradır. Bu duyğular düşüncələrə çevrilir. Düşüncələr isə müəyyən bir davranışla nəticələnir. Bu da bizim hər şeyə münasibətimizdə ortaya çıxır. Biz var olan hər şeylə hər gün münasibətlər sisteminə daxil oluruq və bu münasibətlərin içində duyğu, düşüncə və davranışlarımızla bir təcrübə qazanırıq. Bu təcrübə bəzən bizi doğru, bəzənsə yanlış yönləndirir. Bəzən bizi bütünləşdirir, bəzənsə bizi parçalayır. Daha doğrusu, ya özümüzdə və həyata qarşı cəsarətli və dürüst, ya da qorxaq, süni birinə çevrilirik. Bütünlük insanın hiss etdiyi kimi düşünməsi, düşündüyü kimi davranmasında ortaya çıxır. Məsələn, bir şeyi istəyir, onun üçün xeyirli olduğuna inanır və həyata keçirir. Parçalanmış və natamam olmaq isə insanın hisslərini və düşüncələrini nəzərə almadan onun tam əksi kimi davranmasıdır. Məsələn, bir şeyi istəmir, xeyirli olub olmadığına əmin deyil, amma o şeyi etməkdə davam eləyir. Yəni hisslərini, düşüncələrini və davranışlarını doğru idarə edə biləcək qədər böyümür. Təbii ki, hamımız eyni şərtlərdə böyüyəcək qədər şanslı olmuruq. Amma böyümək demək, öz həyatımızın məsuliyyətini öz üzərimizə götürməyə başlamaq deməkdir. Bilənlər bilir, bu pişiyi gördüksə demək ki, videonun sonudur. Əgər bu cür paylaşımlar marağınızı çəkirsə, izləmədə qalın. Səhifəmdə psixoloji fərqindəlik yaratmağa davam edəcəm. Mövzu haqqında fikirləriniz çox maraqlıdır. Buyurun, şərhlərdə görüşək. Sağ olun.